ara gördüm onu, alay gözler baktı keçdi, ürəyimi aldı keçdi. Bu dayandığım məkan əziz Bakılıların və şəhərimizin qonaqlarının ən çox sevdiyi yerlərdən biri Bakı bulvarıdır. Bir ucu Bibeybətdən başlayan göz oxşayan bulvar Ağşəhərə qədər uzanır. Bura isə sahil metro stansiyasına gedən yollardan biridir. Mən gəzirəm hər yanı, mən gəzirəm hər yanı, tapım sənin adlı ceyranı. Qaradaşlı, gözəl çoxdur, amma ona bu sahildə bir pay yoxdur. Qaşlar qara, göz badamı, dəli elər adamı. Sahil bulvara gedənlərin istifadə etdiyi əsas ictimai nəqliyyat vasitələrindən biri olmaqla yanaşı, şəhər mərkəzinə çıxan metro stansiyalardan da biridir. Bura həm də şəhərimizin qonaqlarının ən çox istifadə etdiyi stansiyadır. Buna səbəb bir çox tarixi məkanlara gedən ən asan yolun bu stansiyadan keçməsidir. Sahil stansiyasına çatdıqdan sonra Bakının məşhur Targovi, yəni Nizami küçəsi, həmçinin Rus dram, gənc tamaşaçılar və opera balet teatrları kimi mədəniyyət ocaqları sözün əsl mənasında bir addımlıqdadır. Mən gəzirəm hər yanı, mən gəzirəm hər yanı, tapım sənin aslı ceyranı. Mən gəzirəm hər yanı, mən gəzirəm hər yanı, tapım sənin adlı ceyranı. Bakı Soveti Nəriman Nərimanov stansiyası xəttində açılan stansiyalardan biri də sahil stansiyasıdır. Əvvəllər bu stansiyanın adı 26 Bakı Komissarı olaraq adlansa da, müstəqillik dövründən sonra stansiyaya sahil adı verilir. Və stansiyanın bir girişi, bir də çıxışı var. Çıxışı isə stansiyanın girişinin yan tərəfindədir. Stansiya Xəzər dənizinin sahilində yerləşdiyi üçün hidrogeoloji təsirlərə məruz qalır. Elə bu səbəbdən də 2017-2018-ci illərdə stansiyada əsaslı dəyişiklik işlərinə başlanılır. Dəyişiklik aparılan yerlərdən biri də eskalatorlar idi ki, stansiyada olan 3 köhnə eskalator sökülərək yerinə 4 Almanya istehsalı olan eskalator gətirilir. Təmir zamanı bir il bağlı qalan stansiya yenidən qurma işlərindən sonra daha da gözəlləşdi. Stansiyanın memarı Cahangir Sadıxov tavandan divarlara qədər günəş şüaları kompozisiyası yaratdı. Eyni zamanda stansiyada istifadə olunan mavi rənglər isə əziz Bakılılara və şəhərimizin qonaqlarına mavi Xəzəri xatırladır. Elə ki, qatar stansiyaya çatdı, bir musiqi səslənir. Bu musiqi isə həmişə mənə bu sözləri xatırladır. Bir səhər bəlkə sən dönərsən, gözləyirik yolunu, bir liman, bir də mən. Məşhur liman mahnısı 3 böyük sənətkarı bir araya gətirir. Bəstəkar Rəşid Nəsiboğlu, şair Adil Rəsul və məşhur müğənni Mirzə Babayev. Onların bəstələdiyi bu sənət əsəri isə özünü Xəzərin sahilində yerləşən sahildə tapır. Əziz Bakılılar və şəhərimizin qonaqları, İçəri şəhərdən başlayan yolumuza sahillə davam etdik. Hər həftənin birinci günü Azərtacı izləməyi unutmayın. Növbəti həftədə sizə 28 may və Cəfər Cabbarlıdan danışacağıq. Növbəti stansiyada görüşənədək.